Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ehtiyatda olan polkovniki Georg Minasyan Alpa News'a təqdim etdiyi Hakan Fidan Türkiyənin mümkün prezidentinin portreti kitabı haqqında danışır. Müəllif kitabı xidmət etdiyi müddətdə Türk kəşfiyyatına qarşı mübarizə ilə məşğul olan Karen Parnakyana həsr edib. O fəaliyyətinə əksi kəşfiyyatla başlayıb, sonra kəşfiyyata keçib və hazırda erməni xüsusi xidmət orqanlarının birinci prezidentinin aparatında və Xarici İşlər Nazirliyində işləyən Türk agenti Murad Bajolyanı ifşa edən yeganə əməliyyatçı hesab olunur. Erməni əks kəşfiyyatı o vaxt bu işdə o qədər peşəkar işləmişdi ki, hökmün qanuniliyinə hətta Avropa İnsan Haqları Məhkəməsində belə etiraz etmək mümkün olmamışdı. Kitab çox qatlıdır. Orada Karen Parnakyan kimi bütün ömürlər boyu xidmət etmiş Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəzi zabitlərinin faciəsini də görmək olar. Nəhayət ona paxıllıq edənlər onun istefaya getməsinə səbəb oldular. O istefa verdikdən bir neçə ay sonra dünyasını dəyişdi. Kitabda Türkiyə Xarici İşlər Nazirliyinin indiki rəhbəri, uzun illər Türkiyə kəşfiyyatına rəhbərlik etmiş Hakan Fidanın simasından da bəhs edilir. Minasyanın sözlərinə görə həm erməni, həm də rus oxucuları bu adamın həyatı haqqında öyrənməkdə çox maraqlı olacaqlar. Çünki onun tərcümeyi halının özü də qeyri-adidir. Minasyan öz kitabında qeyd edir ki, Fidan kəşfiyyat və diplomatiyanı birləşdirərək xarici siyasət işinin prinsipcə yeni modelini qurmağa nail olub. Fidan kəşfiyyatın da diplomatiyanın da yerini bilir və Xarici İşlər Nazirliyindən işləməyə keçməklə əslində Türkiyə Xarici İşlər Nazirliyinin kəşfiyyatın struktur bölmələrindən birinə çevirib. Hazırda isə ələ keçirmə prosesi gedir. O ictimai məkana çıxır, danışır, onun yüksək natiqlik qabiliyyəti var, üstəlik iş çantası var, kəşfiyyat işi. O hər hansı bir görüşə gedir və görüşdən öncə həm söhbətin psixoloji profilini detallarına qədər öyrənir. Bu isə onun özünün kəşfiyyat diplomatiyası adlandırdığı kəşfiyyatla diplomatiyanın sintezidir. Georg Minasyanın fikrincə Fidanın Kürd kökənli, sistemli yanaşması, Qərblə əlaqələri və Erdoğanın ona etimadı onu Türkiyənin gələcək lideri roluna əsas namizədlərdən birinə çevirir. Xüsusən də Türkiyə cəmiyyətindəki hazırki parçalanma fonunda. O, Erdoğanın xələfləri siyasətdə birinci və ya ikinci ola bilər. Çünki həm müxalifət, həm də elitanın mühüm bir hissəsi belə bir figurla razılaşa bilər. Sistemli, mütədil, beynəlxalq əlaqələri və təcrübəsi olan bir figurlar. Bu, Erdoğan kimi küçək siyasətçisi deyil, o analitikdir, idarəçidir. Üstəlik o etnik Kürddir, bu da Kürd seçicinin ənənəsini davam etdirə bilər. Deyilənə görə güya onun ulu babası Sultanın kəşfiyyat rəhbəri olub və böyük imperiyaya xidmət edib. Kitabın müəllifi vurğulayır ki, Fidanın texnokrat imicinə baxmayaraq, Ermənistanın münasibətdə Türkiyənin ideoloji xəttinə tamamilə sadiqdir. O, Türkiyənin Ermənistanla bağlı bütün siyasətinə uyğun işləyir. Hakimiyyətin dəyişməsindən asılı olmayaraq, Ermənistana düşmən hesab olunur. O, qətiyyən ermənipərəst də deyil, kökündən türkpərəstdir. Bu, sadəcə siyasi mövqe deyil, bu onun mentalitetidir. O, ata tərəfdən Kürd, ana tərəfdən isə türkdür. Lakin Ermənistan məsələsində Türkiyə daxilində bu bir paradigmadır. Kitabın Hakan Fidanın ailəsindən bəhs edən birinci fəslində onun qohumlarının türklərlə birlikdə ermənilərə qarşı vuruşan Kürd birləşmələrinə mənsub olduğu bir neçə dəfə qeyd olunur. Sonda Georg Minasyan kitabın nəşrində göstərdikləri köməyə görə həmkarlarına, Avrasiya Əməkdaşlıq Fondunun rəhbəri Mihail Simonyana, həmçinin Dialoq İctimai Təşkilatının rəhbəri və eyni adlı kitab seriyasının yaradıcısı Yuri Navoyana da minnətdarlığını bildirir.